düşmüşük, nə başa düşmüşük. Baxırıq birinciyə. Bizdən şərtində nə istəyir bu? Düzgün Compound nouns'dur. Compound nouns nə oldu? Mürəkkəb isimlərimiz. düzgün mürəkkəb Aha, isimləri mürəkkəb seçin. isimlərimiz nə idi? Mürəkkəb isimlərimiz Aha, nə ilə düzəlirdi? Necə olurdu? D variantı mənim. Nə bildik? Birinci sən mənə izah elə görüm, mürəkkəb isimlər necə olur? İki sözün Sağ birləşməsindən ol. yanadır. İndi A variantını niyə çıxartdın? A variantında burada ment Əla. şəkil. Ment, bəli, şəkilçidir, yəni düzəltmədir, çıxartdıq. Bəli, B variantında da ment var, şəkilçidir, düzəltmədir, yəni çıxartdıq. Eynisi C-də də var, çıxartdıq. Bəli, D variantımız düzdür. Toothbrush, motherland 2 söz var. Burada da hood var, hood da şəkilçimizdir. Bunu da çıxartdıq. Oldu D variantımız. İndi 2-ni sən bu şəkildə izah elə mənə görüm. Yenə bizdən istəyir compoundları. Yenə mürəkkəblər. Mürəkkəb ismi. Aha. Mənim A variantı olmaz. Bəli, ship şəkilçidir burada. Çıxartdıq. Sonra B də məncə olmayacaq. bəli, çünki tion var bax. Bu da şəkilçi idi. Çıxartdıq bunu da. C-də də ment var. Aha, getdi. Burada da y var. Y da şəkilçi idi, getdi. Bəli, D variantımız. C, side. E-yə male. Hər birində 2 sözümüz var, yəni mürəkkəb olan ismimizdir. Davam eləyək 3-də. Yenə eynidir, compoundlar. İzah eləyək bunu da. Mənim A variantı olmaz. Aha, A variantına indi diqqətli olaq. Bayaq biz ship demişdik, düzdür? Mənim. Demişdik ki, ship normalda düzəltmədir. Amma bir neçə sözümüz var idi ki, həmən sözlərimizi görəndə deyirdik ki, mürəkkəbdir. Onların elə ən başında bax bu spaceship gəlmişdi. Kosmik gəmi deməkdir. Mürəkkəbdir. Space, ship. Ship burada gəmi deməkdir axı. Mənim. Mürəkkəbdir. Onda A variantıdır da. Adı düzdür. Seaport, basketbol. A variantımız düzdür. B-dən çıxardırıq. S şəkilçimiz var. Daha doğrusu burada harvest. Yox, sözün kökündədir. Harvest sadə isimimizdir. Bu səhvdir. Çıxartdıq. Burada da elə bircə dənə sözümüz var. Yəni şəkilçimiz yoxdur, sadədir. Gəldik bura. Furniture sadədir. Bu getdi. Hətta burada tion var, getdi. Y variantımızda da price sadə sözümüzdür. Çıxartdıq. Olur A variantı. 4. 4-də Mənim 4-də A variantında ink. Bəli, ink var amma sight, seeing. 2 dənə sözüm var axı. Mürəkkəbdir. Bax, ink olardı, nə vaxt bilirsən? Məsələn, yazılarda building. Deyərdim, sözümüzdə bir dənə build var, bir də ink şəkilçim var. Axı, burada 2 dənə söz var bizdə. Bu ink şəkilçisi buna aiddir. Bunun özü bir sözdür, bunun özü də bir sözdür. Artıq 2 sözüm var mənim burada. Deməli, bu mürəkkəbdir. Baxaq görək, A variantında o birisilər uyğundurmu? A variantında uyğundur deyəsən. Bəli, uyğundur. State. B-dən nəyi çıxardaq? B-dən diş. Dişi də çıxardaq. Bir də bayaq bu sözü yuxarıda da demişdik. Bunu da çıxardaq. Anniversary. Sonra C variantından. C variantında birinci sözdə. Bəli, air şəkilçimiz var. Getdi. D variantında sadədir. Getdi. Y-də də tion var. bəli, tion var və bu da sözün özündədir. Getdi. 5-ə gəldik. A variantı getdi. Sonra Niyə getdi A variantımız? var. Tion var. Bunlardakı sadədir, getdi.
B variantında sadə. Var, düzdür, getdi. Sonra C variantında məsələn burada traveling olanda Bu düzəltmədir. Bax, ing şəkilçidir, travel sözdür. Bir dənə söz var, düzdür burada. Bu da şəkilçidir. Amma burada 2 dənə sözümüz var idi bizim. Ona görə götürənmirdik. Daha doğrusu ona görə mürəkkəb götürdük onu. Aydın oldu bu? mən Aha. Burada hətta Ondan dom sonra da var. D Dom da variantı. şəkilçi idi. Buna görə də gedir. D variantında D variantında tək grass var mənim. Sonra düzdür, getdi. Buna görə getdi. Y variantımız. variant. Bəli, bax, seeing bir sözdür. Bu ing də sözün birindədir. Machine 2 sözümüz. Policeman. Snowdrop. Hər birindəki söz Y variantımız düzdür. 6. Derivative nouns. Onda Aha. düzəltmə isimləri Bəli, seçilir. düzəltmələr istəyir bizdən. Mən A variantında mənim leg var, ona görə olmur. Bəli, getdi. Sonra B variantında mənim realizm düzəltmə olur, yoxsa Düzəltmədir. Bax, real sözün köküdür. İzm şəkilçimizdir. friendship-də onda olacaqdı mənim B variantı. Bəli, B variantıdır. Obisləri çıxardaq. Obislərdə sən C variantı sən var. Aha, getdi. Qəşəng. Sonra D variantı C var. Bəli, Ona görə olmaz. getdi. D variantı stop var. Əla, Citizen. qəşəng. 7-də isimləri seçin deyir. Bu biraz hələ ki bizə çətindir, ona görə bunu keçirəm. Ancaq sadə düzəltmə mürəkkəblərə baxaq. 8-ə baxaq. Onda sadə isimlər deyir. Aha, A variantında ment var, olmayacaq. bəli, getdi. B variantında mürəkkəb isim var, ona görə olmayacaq. Bəli, C variantında C variantı olacaq. əla. D variantı. D variantında da mürəkkəb. Bəli, eggplant mürəkkəb sözdür. Getdi. Obislərdə düzəltmə var. E variantı. Burada düzəltmə var, hətta burada mürəkkəb sözümüz var. Butterfly kəpənək deməkdir. Mürəkkəb sözdür quruluşçada. Butter və fly sözlərdir. 9, 10 bu ikisinə baxaq. 9-a. Onda sadə isimlər seçin deyir. A variantı düz olacaq. Bəli. B variantında mürəkkəb isim var. Aha. C-də də var. D-də də yenə var. Y-də ment şəkilçisi var. Ment var, bu da mürəkkəbdir. Seaport da yadında saxla, bayaq da gördük çünki. Bir sözü bir neçə dəfə görürüksə, onu mütləq yadında saxla, çünki hər testdə qabağına çıxa biləcək sözlərdən də deməkdir. Onda nə istəyir Deyir, bizdən? mürəkkəb ismi seçək. Aha. Mürəkkəb isim bathroom, childhood. Mürəkkəbdir bu. Hood şəkilçi idi axı. Hə. Getdi. Dedik ki, hood və dom demişdim özdəki. Bax, səhv salacaqsan dedim. Hood və dom biraz uzun görünür. Yəni şəkilçi olaraq uzun yazılıb, amma deyirik ki, yenə də bu şəkilçidir, düzəltmə isimdir. Çıxartdıq. Ondan sonra B variantında orada da mənim şəkilçi kimi olacaq. Hansıdır? Yəni playground yox, suitcase olacaq da. Bax, suit sözün biridir. Kostyum deməkdir suit sözü. Case də qab deməkdir. 2 dənə sözüm var ayrı-ayrı. Play oynamaq, ground ətraf deməkdir, yer deməkdir. 2 dənə sözüm var. B variantımız düzdür. C-də bax, dom var, çıxartdım. Dom var. Y-də ment var. Obisində ment var. Orada izin var. Bəli, bunları Yerdə. onsuz da mən çıxartmalıyam. B variantımız düzdür.